Rusiya ilə Azərbaycan arasında nə baş verir? Sürpriz gəlişmə. Kanala abunə olub video bəyənməyi unutmayın. İyunun 18-də Azərbaycan Milli Məclisi və Rusiya Federasiya Federal Məclisi Parlamentlərinin Əməkdarlıq Komissiyasının 24-cü iclası keçirilib. Azərbaycan və Rusiya arasında parlamentlərarası əməkdaşlıq münasibətlərinin mühüm istiqamətlərindən biridir. Bu formatda keçirilən görüşlər iki ölkə arasında dialoqun davam etdiyini və müxtəlif məsələlərin müzakirə olduğunu göstərir. Səmimi ortamda keçirilən bu tədbir Rusiya və Azərbaycan-Ermənistan formalaşdırmasından xəbər verir. Qlobal faza danışan deputat Elman Məsirov deyib ki, Azərbaycan və Rusiya arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsindədir. 2022-ci ildən Azərbaycan və Rusiya dövlət başçıları arasında imzalanmış müvafiq bəyannamə ilə ikitərəfli münasibətlər ən yüksək səviyyəyə yüksəlib. Bununla yanaşı münasibətlərimiz zaman-zaman enişli yoxuşlu dövrlər və müəyyən soyuqlaşma elementləri də müşahidə olunub. Bunun əsas səbəblərindən biri Azərbaycan hava yollarına məxsus mülki təyyarələrin vurulması nəticəsində çoxsaylı sərnişinlərinin, o cümlədən soydaşlarımızın həlak olması idi. Həmin hadisədən sonra Bakı-Moskva münasibətlərinin ciddi gərginlik yarandı. Lakin sonraki mərhələdə Rusiya münasibətlərinin formalaşdırılması istiqamətində müəyyən addımlar atmağa başladı. Bu addımlar Azərbaycan gözləntilərini tam qarşılaşmasa da dialoqun bərpasına yönəlmiş cəhdlər kimi qiymətləndirilə bilər.